Bu Azərbaycan milli futbol komandasının son durumu və gələcək hədəfləri haqqında ən vacib detalların qısa xülasəsidir. Sabiq yarım müdafiəçi Elvin Məmmədovun fikirlərinə əsaslanan bu icmal, baş məşqçi Ayxan Abbasovun yeni heyəti necə qurduğunu və Millətlər Liqasındakı real şanslarımızı anlamağınız üçün həlledici əhəmiyyət daşıyır. Beləliklə, birinci məsələmiz bu yoxlama oyunlarının əsl məqsədini anlamaqdır. Millimiz fərqli qitələrin komandalarını bir araya gətirən FIFA seriyası turnirində St. Lucianı 6-1 hesabı ilə necə darmadağın etdi hamımız gördük və sizcə bu yoldaşlıq oyunlarında tək məqsəd qələbə qazanmaqdır. Qətiyyən yox. Bilirsiniz, bu maçlar baş məşqçimiz üçün sanki böyük bir laboratoriyadır. Məmmədovun da xüsusi vurğuladığı kimi əsas məqsəd fərqli oyunçuları yoxlamaq və o ideal heyəti formalaşdırmaqdır. Yəni, bu sınaq mərhələsindəki hər hansı bir məğlubiyyət əsla və əsla panika yaratmamalıdır. İndi isə keçək ikinci və ən vacib məqama. Təbii ki, bütün bu sınaqlar əsl hədəfimiz olan Millətlər Liqasına hesablanıb. Bəs bu liqa özü nədir? Sadə dildə desək, bu Avropa komandalarının böyük çempionatlara vəsiqə qazanması üçün əsas rəsmi platformadır. Və bizim buradakı rəqiblərimiz Litva və Liechtensteindir. Elvin Məmmədov tam əmindir ki, komandamız hər iki rəqibi məğlub edəcək gücdədir. Düzdür, futbolda zəif rəqib yoxdur, amma potensialımız doğrudan da çox böyükdür və qrupu lider kimi bitirmək üçün komandaya sadəcə bizim azərkeş dəstəyimiz, bir də güclü inam lazımdır. Qısası, yoldaşlıq maçlarındakı düzgün sınaqlar və sizin o güclü dəstəyinizlə Azərbaycan millisinin Millətlər Liqasında qrup liderliyinə gedən yolu tamamilə açıqdır.